AF Parkda AF Media və AF Holdingin dəstəyi ilə daxili şöbələr arasında keçirilən mini futbol turnirinin final oyunu keçirilib. Bir ay davam edən turnirin həlledici oyununda Elektriklər və Limu komandaları üz-üzə gəlib. Gərgin keçən maçı 3-2 hesabı ilə qazanan Limu komandası çempionatın qalibi olub. Məmmədli İslam, Limu əyləncə komandasının kapitanıyam və komandamdan fəxr edirəm. Biz bu günə qalib gəldik, bununla fəxr edirik. Yaxşı rəqib idilər, yaxşı oynadıq, udan olduğumuza sevinirəm. Bizim oyunumuzun sirri ondadır ki, biz bir-birimizlə, öz komanda yoldaşlarımızla hər həftə bu maçlardan keçiririk. Həqiqətən çox maraqlı oldu. Udan komandaya da uğurlar. Təbrik edirəm. 3-cü yerə çıxmışıq. Yəni ki, təşəkkürlər edirik bizim şirkətin rəhbərliklərinə ki, belə gözəl şərait yaratdılar bizə. Mən elə bilirəm ki, 3-cü yer bizim üçün yəni çox gözəl nəticədir. İnşallah gələn yarışlarda biz çalışacağıq birinci yerlər üçün. Oyundan dərhal sonra mükafatlandırma mərasimi baş tutub. İlk olaraq çempionatın təşkilatçılığında əmək olanlara təşəkkürnamə verilib. Daha sonra iştirakçı komandalar hər biri çempionatda iştirakına görə təşəkkürnamə alıblar. Son olaraq qaliblərə mükafatlar təqdim olunub və Limu komandası kuboku baş üzərinə qaldırıb.